Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Sosial şəbəkələrdə müğənni Aysun İsmailova ilə bağlı şok iddialar yayılıb. Demokratas xəbər verir ki, TikTok fake xəbər səhifəsi Aysunla bağlı yalan məlumatlar paylaşıb. Belə ki, paylaşımda Aysun İsmailovanın birinci həyat yoldaşı Eşqin Cəllovla barışdığı, hətta onların rəngarəngdə qonaq olacağı iddia edilib. Bunun üçün aparıcı Zaur Nəboğlunun adında fake story hazırlanıb. Bununla yanaşı naməlum şəxs Aysunla Eşqinin yenidən ailə quracağı ilə bağlı Photoshopla düzəltdiyi dəvətnaməni paylaşıb. Paylaşımlardan birində isə aparıcı prodüser Tarix Əliyevin Photoshopla hazırlanmış saxta storydə 30 iyunda güya onların toyuna gələcəyi ilə bağlı yazısı yer alıb. Müğənni Aysun İsmailovanın birinci həyat yoldaşı Eşqin Cəlilov haqlarında yayılan iddialara cavab verib. Bizim media xəbər verir ki, bu barədə Eşqin bunları söyləyib. Hamı mənə zəng edir. Həmin səhifələri açanlar, o xəbərləri yayanlar. Bu kişi işi deyil. Bu işlərlə, səhifə yaratmaqla nə əldə edirsən? Yalandır. Allah hər kəsi xoşbəxt etsin. Yalandır.